Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Akşamınız da hayırlı olsun. Gelen günlerinizi Allah Teala hayren beddel eylesin. Yine de ilerideki söhbətin davamını danışıram. Bir rəvayətdə o cövhərin şərhində belə deyilib. Həmin cövhər maddi mümkünat və əsl mövcudatdır ki, çox əzim, yəni belə deyilir ki, 400 cümlə bu aləmlər böyüklüyündə idi və hədsiz dərəcədə işıqlı və parlaq idi. Haqqı Teala ona nəzər, heybəti ilə nəzər eylədi. Həmin cövhər Haqqı Teala'nın nəzəri heybətindən 3 hissə oldu. Bir qismindən suyu, birindən otu, birindən nuru, yəni işığı icad etdi. Su nur ilə qarışdı. Onların qarışığından par əmələ gəlib göyə qalxdı. O pardan asimanı və köpükdən isə yeri xəlq etdi. Sonra o nurdan 3 qol zuhur etdi. Birinci hissədən günəşi və ayı, nücumu xəlq etdi. İkinci hissədən ərşi və kürsünü və cənnəti xəlq etdi. Digər bir hissədən ənbiyanın və oliyanın və əsfiyanın ərvahını, yəni ruhlarını xəlq etdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hissəsini öz xəzinə qüdrətində hifz elədi. Ta ki o sultan zuhur edib, o nur öz sahibinə yetişdi. 18.000 Adəm o nuri şərifin nuru ilə münəvvər oldu. Xülasə üləmalar bu barədə öz aralarında çox ixtilaflar, yəni sözlər deyiblər. Amma cümlə üləmalar təsdiq ediblər ki, bu məxluqatın əsli və 18.000 aləmin madde-i əvvəli və əzəli o Həzrəti Resul-i Əkrəm sallallahu aleyhi və səlləmin nuri pakından yaranıblar. Əgər o olmasaydı bu aləmlərdən heç bir şey mövcud və xalq olunmazdı. Sonra o nuri mübin hicablardan çıxıb ta ki ərşin altında bir gül üzərində qərar tutdu. Ta ki o nuru Allah Teala əvvəldə Adəm əleyhissalam yaradıldıqda ona təlqin olundu. Xülasə Haqqı Teala iqtiza etdi ki, növ-i bəşəri, yəni bu insanları yaratsın. Belə ki, əvvəldə Adəm əleyhissalamı yaratmaq qərarına gəldi. Mələikələrə xitab edib dedi, mən topraqdan bəşər, yəni insan adlı bir məxluq yaradacağam. Burada mələklərlə Allah Teala aralarında bir qədər söhbətlər getdi. Bu barədə inşallah 2-3 vərəq söhbətdən sonra deyiləcək. Elə ki Haqqı Teala iradə etdi ki, Adəm əleyhissalamı xalq etsin, əmr elədi toprağa ki, səndən bir taifə xalq edəcəyəm ki, onların bir hissələri mənə müt'i olarlar, yəni mənə itaət edərlər. Amma bir hissəsi isə asi olarlar, yəni mənim əmrimi əmələ gətirməzlər. Müt'i olanı cənnətə, asi olanları isə cəhənnəmə daxil edəcəyəm. Topraq Allah Teala'ya itaət edib dedi, ey Pərverdigarı aləm, itaət edənə bir sözüm yox, lakin xofum asilərdən ötəridir ki, cəhənnəmə düşəcəklər.
Ondan sonra möhkəm ağladı. Hala insanın ağlamağı və qəmli olması onun əsəridir. Sonra Cəbrail əleyhissalama əmr etdi ki, yerdən bir qədər topraq gətirsin. Belə ki, topraqlar yerin fərqli yerlərindən və növ olsun. Yəni qumsal, sarı topraq, lik, şirəli rəngdə, qara olan, çıngıllı, münbit, belə ki, hündür və alçaq yerlərindən olsun. Elə ki, Cəbrail əleyhissalam yerə gəlib, istədi ki, yerdən bir qədər topraq götürə, yer fəryad edib dedi, Allah Taalanın izzətinə sığınıram, bugün məndən topraq götürmə və ona çox andılar verdi. Cəbrail əleyhissalam da ona tirhəm, yəni rəhm edib əli boş geri qayıtdı. Haqqı Taala'dan Cəbrail əleyhissalama xitab yetişdi ki, ya Cəbrail, bəs nə səbəbə əmrimi əmələ gətirmədin? Cəbrail əleyhissalam dedi, ya Rəbbim, sənə məlumdur ki, sənin əmrinə müxalifətçilik etmək qəsdim olmayıb. Sənin kərəminə, yəni sənin rəhminə ümid edib, yerin giriyə, yəni ağlayıb sızlamasına və zarlığına görə ona şəfqət və mehribanlıq etdim. Allah Taala'nın Cəbrailin bu əməlindən xoşu gəlib, Cəbrail əleyhissalamın özünə ən yaxın olanlardan qərar verərək onu Ruhul Qüdüs dərəcəsinə qaldırdı və bütün müqərrəb peyğəmbərlərə vəhyi, yəni Allahın əmrlərini çatdırmaq vəzifəsini ona verdi. Sonra Haqqı Taala bu vəzifəni Mikail əleyhissalama əmr etdi ki, yəni yerdən topraq gətirmək vəzifəsini, yer aləminə gəlib bir qədər topraq yerdən alıb gətirsin. O da Cəbrail əleyhissalam kimi əli boş geri qayıdıb, yerin ağlayıb sızlanmasına üzr gətirdi. Allah Teala Mikailə bütün ərzaq, külək, yağış, nəbatatların idarə olunması vəzifəsini verdi. Üçüncü dəfə bu işi Allah Teala İsrafil əleyhissalama əmr etdi. O da Cəbrail və Mikail əleyhissalamlar kimi yerdən topraq almadan əli boş geri qayıtdı. Allah Teala ona da dünyanın sonunda suru dəmidə etmək göstərişini verdi. Sur şeypur kimi bir alətdir ki, bəzi xəbərlərdə 2 və bəzi xəbərlərdə 3 ağzı var. Onların birincisindən çıxan səs ilə dünyanın sonunda çalınacaq. Bütün canlılar məst olub yerə yıxılacaqlar. İkinci dəfə çalınanda bütün varlıq aləmi, o cümlədən insanlar məhv olub aradan gedəcək. Üçüncü ağzı ilə çıxan səslə göy aləmində olan varlıqlar, o cümlədən mələklər mot olacaqlar. İkinci bir xəbərdə bu dünyada sur 2 dəfə çalınacaq. Birincidə məst, ikincidə mot olub gedəcəklər. Üçüncüdə isə insanlar varlıq aləmi qiyamət bərpa olub, bütün insanlar dirilərək ərəsat-ı məşirə gələcəklər. Sonda Allah Teala bu əmri Əzrail əleyhissalama əmr edəcək. Əzrail əleyhissalam yer aləminə gəlib, yerdən bir qədər deyilənlərə uyğun olaraq götürər. O zaman yer fəryad edər. Allah Teala yerə nida edər ki, ey zəmin, qəm etmə, yəni ey topraq, qəm etmə, səndən aldığımı asan vasitə ilə yenə sənə qaytaracağım. Belə ki, Əzrail bu topraqları yerin hər yerindən götürər və hər rəngindən götürər. Ona görə də Bəni Adəm növ müxtəlifliyə mənsubdurlar. Biri balaca, biri hündür, biri qara, neqr, biri sarı, biri ağ və s. Belə ki, bəzi insana söz təsir edir.
Belələrinin toprağı çünki münbit toprağa bənzəyir. Necə ki, Şam ərazilərinin topraqları kimi ildə 3 dəfə məhsul verir. Buğda yerə düşən kimi göyərir. Heç üstündən mala çəkməyə ehtiyac qalmır. Bəzi insana isə nə qədər söz deyirsən, nə qədər təbliğat edirsən, hələ bil üzdən uzaq bu sözlər daşa deyilir. Söz, yəni təsir etmir. Adamı başa düşmək istəmirlər. Belələrinin də toprağı daşlı, qumlu, çınqıllı yerdən götürülən və ya şoran yerlərdən götürülən toprağa bənzəyir ki, nə qədər əkin əksən, nə qədər su versən bar verməz və belə yerlərdə əkilən əkin bitməz. Xülasə, elə ki, Əzrail əleyhissalam topraqdan alıb göy aləminə üruc edib, Allah Taala'nın əmrini əmələ gətirdi. Haqqı Taala buyurdu ki, ya Əzrail, yer sənə and vermədimi və mənə pənah gətirmədimi ki, sən ondan topraq götürüb mənə gətirməyəsən. Əzrail əleyhissalam buyurdu ki, ya Rəbbim, and verdi. Haqqı Taala buyurdu, bəs nə üçün qəbul etmədin, dedi. Əmrin mən üçün toprağın sözlərindən mühüm, yəni dəyərli, üstün oldu. Odur ki, xakin, yəni toprağın sözünü anlamaq istəmədim. Haqqı Taala buyurdu ki, ya Əzrail, səni qəbzəl ərvah etdim. Çünki sənin qəlbin çox bərkdir. Yəni ruhları bədəndən ayıran qərar qoydum. Bu vaxt Əzrail əleyhissalam ağladı və dedi, ilahi pərverdigara, mənə bundan ağır məşəqqətli, yəni çətin bir iş olmaz. Allah Teala dedi, nə səbəbə? Allah Teala bütün bu olayları bildiği halda öz mələkləri ilə belə danışır ki, bu danışıqlar gələcək nəsillərə bir dərs, örnək olsun. Əzrail əleyhissalam ərz etdi ki, yarattığım bu bəşərin, yəni insanların içlərində ənbiyalar, əvliyalar, osiyalar olacaq. Haqqı Teala buyurdu ki, illətlər və səbəblər xəlq edəcəyəm, ta ölümü səndən bilməyəcəklər və səndən şübhələnməzlər. Bundan sonra yəni Adəm əleyhissalamın toprağının yoğrulması və digər məsələlər burada var. Yəni mövzu bir qədər dəyişir. Söhbət ilə burada saxlayıram. İnşallah ardın gələn günlərdə, yəni gələn günlərdə deyəndə elə bilməyin uzaq vaxt çəkəcək, bəzən 3-4 gün söhbət eləyə bilmirəm. İnşallah Allahın köməkliyi ilə sabah, gündüz eləyərəm Allahın izni ilə. İndi isə gecəniz xeyrə qalsın. Allah amanında olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.